Rubriyamızın bu dəfəki buraxılışında əmək qabiliyyətinin müvəqqəti itirilməsi, yəni sığorta olunanlar üçün xəstəlik vərəqələrinə əsasən təyin edilən müavinətin ödənişi ilə bağlı məlumata aydınlıq gətirəcəyik. Sığorta olunanların, yəni işləyən şəxslərin çoxu əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlə bağlı sənədlərinin işlədiyi müəssisə tərəfindən aidiyyəti üzrə göndərilib-göndərilmədiyini, müavinətin nə vaxt alacaqlarını öyrənmək üçün bilavasitə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya Nazirliyin qurumlarına müraciət edirlər. Əslində isə bu haqda məlumatı öyrənməyin və prosesə real vaxt rejimində nəzarət etməyin daha asan yolu var. Belə ki, sosial portalında qeydiyyatdan keçərək şəxsi kabinetdə ərizə və müraciətlər bölməsindən sənədlərinin göndərilib-göndərilməməsinə nəzarət etmək, sənədlər qəbul edildiyi halda ödənişlə bağlı, imtina edildiyi halda isə geri qaytarılma səbəbi haqqında məlumat əldə etmək mümkündür.